Herkese salamlar. Sualım var rubrikasında yeni məktubla davam edirik. Salam, necəsiz? Yaxşıyam. Sualım biraz mübahisəli ola bilər. Buna görə əgər cavablandırmaq istəməsəniz, sizi hörmətlə qarşılayacağam. Bu mövzu uzun müddətdir məni narahat edən dini, fəlsəfi, metafizik suallardır. Mən heç cür içimdə ikna ola bilmirəm ki, mən nəyə inanıram? Bəli, inanc və bilik eyni şey deyil. Biz Tanrıya inana bilərik və eyni zamanda bunu sübut etməyəcəyimizdə fərqindəyik. Amma mən ən azından nəyə inanacağımı, meyarımın nə olacağını bilmək istəyirəm. Rasionallaşdırdıqca inanclara sığınmaq çox çətindir. Məni ən çox düşündürən sual budur. Əgər dinlər insan uydurmasıdırsa və bu sadəcə topluluqları nizama salmaq üçün ideyadırsa, onda bizim əxlaq və etik dəyərlərimizin əhəmiyyəti nədir? Dövlət qanunları onsuz da bizi məhdudlaşdırır. Amma mən əgər heç kim görmədən 10.000 manat pul oğurlaya bilərəmsə, əgər heç kim mənə cəza vermirsə, onda bunu niyə etməyim? Yəni, əxlaq və etik limitlər necə müəyyənləşəcək? Mən deyək ki, vicdanlıyam və içimdən yaxşılıq etməyə gəlir. Bu, okey. Bəs əgər gəlmirsə? Axı, bəşərin içində hər şey var. İnsanda həm yaxşılıq, həm pislik var. Mən niyə oğru olmamalıyam? Niyə qəlb qırmamalıyam? Niyə adam öldürməməliyəm? Biraz radikal nümunələrdir. Təbii ki, bunları etmək fikrim yoxdur. Amma düşünürəm, axı dinlər yalandırsa, həyat mənasını itirir. Bu dünya ilə hər şey bitirsə, onda niyə cismani dünya heç vaxt insanı tamamilə tətmin etmir? Niyə həmişə dərinlərdə ilahi axtarış var? Niyə günah işləmirəm? Çünki cəhənnəmdən qorxuram. Bu bizi əxlaqlı edərmi? Məncə yox. Bəs necə referans alaq? Sadəcə empatiya ilə? Bəlkə birində o hiss yoxdur. O niyə bunu etməsin? Onun motivi nə olsun? Çox gözəl suallardır, çox gözəl də mövzudur və bəli, haqlısınız. Bu barədə bəlkə haçansa webinar keçirtmək olar, uzun-uzun danışmaq olar və mən hal-hazırda sevə-sevə cavablayacağım sizin məktubunuzu, amma burada məsəl üçün dini məsələlərə toxunmayacağım. Çünki var elə şeylər ki, hansını ki mən bilmirəm və kimsə də bilmir, məncə sübut da edə bilmir sizin dediyiniz kimi. Amma var inanan, var inanmayan, var dediyiniz kimi rasionallaşdıran və s. Məncə əslində sizin məktubunuz yəni insanın yarandığı andan indiyənə kimi olan ən mühüm, ən dərin, bizim tam belə içimizdə, ortada oturan mövzudur. O da içimizdəki insanla canavarın savaşı və birlikdəliyi. Mən boşu-boşuna bu barədə daima Instagramda danışmıram. Hətta mənə bəzən elə gəlir ki, YouTube'da və Instagramda, ən azından Azərbaycanda, sanki canavar haqda, içimizdəki o aqressiya haqda, o kölgə tərəflərimizin belə tülkülüyü haqda sanki təkcə mən danışıram. Özəlliklə auto-aqressiya haqda. Yəni, başqa yerlərdə görmürəm. Amma bəli, haqlısınız. Bizim içimizdə bu hər iki tərəf var. Və mən inanıram ki, ən azından özüm üçün hansı yolu seçmişəm və bu əvvəlcədən belə deyildi. Sadəcə özümlə işləyərək bu yola gəlib çıxmışam ki, biz dünyaya daha çox canavar kimi, heyvan kimi gəlirik və məsəl üçün Mauqli misalıdır. Çoxlu əgər araşdırsanız, var uşaqlar hansısa səbəblərdən ya da eksperimentlər üzəri meşədə böyüyüblər, valideynsiz insanlardan uzaq bir yerlərdə böyüyüblər və onlar
həm əqli mənada, həm fiziki mənada, əqli mənada geri qalıblar. Fiziki mənada isə yerişlərin belə daxil, hərəkətləri daxil heyvana oxşayırlar. Heyvan kimidirlər. Ona görə cəmiyyətdə olmaq və bilincli, şuurlu valideyn insan tərəfindən tərbiyələnmək, böyüdülmək insanı insan edir. Bizim özəyimiz odur. Biz heyvan kimi gəlirik bu dünyaya. Və əlbəttə ki, nə uşaq ikən, nə yavaş-yavaş bəlkə yeniyetmə dövrünə yaxınlaşanda bizdə hansısa insani bir şeylər formalaşmağa başlayır. Amma mən inanıram ki, biz insan ola bilərik. Sadəcə bəlli bir yaşdan sonra, məsələn, siz artıq, indi bilmirəm yaşınız nədir, bu sualları özünüzə verməyə başlamısınız və sanki o yola çıxmısınız. Harda ki, özünüz də fərqində olmadan, məncə bu sualları verəndə fərqində deyilsiniz, amma mən öz mövqeyimi göstərməyə çalışıram burada. İnsan olmağa doğru addımlayırıq. Ümid edirəm ki, addımlayırıq. Mən özüm üçün, mən bəzən Instagramda da yazıram ki, mən ölmədən öncə insan olmaq istəyirəm. Özümü tanıyaraq insan olmağa çalışıram. Çünki əks halda mümkün deyil. Bizim canavar tərəfimiz instinktlərimizdir. İnstinktiv, o heyvani, o təbiət tərəfimizdir. Fiziki tərəfimizdir və o həmişə ilk gələcək. Həmişə ağır basacaq. Ona görə də bütün o uşaqlıqdan bəri yaşanmışlıqlar heç bir yerə getmir, instinktiv olaraq qalır orada və biz stressiz situasiyada fərqli seçimlər edə bilirik, şuurlu qala bilirik, amma güclü stres altında yenə də instinktiv, eyni bildiyimiz, tanıdığımız, uşaqlıqdan bəri xatırladığımız reaksiyaları veririk. Bunu unutmamaq lazımdır. İndi sizin suallarınız. Mən nəyəsə inanmaq istəyirəm. Biz niyə nəyəsə inanmaq istəyirik? Bir növ siz deyirsiniz ki, ideal standart nədir? Və məncə siz deyirsiniz, niyə insan cismani həyatdan heç vaxt tamamilə təmin olunmur? Biz fərqində olmadan, bu biraz belə qəliz mövzudur, amma belə çox qısa olaraq deyəcəm. Çox insan Allah adlandırdığı şeyi o daxilindəki ideal özüdür. Sanki ideal özünə dua edir, ideal özünə inanır, fərqində deyil buna. Və bizim idealımız daxilimizdə o qədər güclüdür ki, onunla müqayisədə ideal həyat, ideal quruluş, bəşəriyyət, ideal mənlə müqayisədə real mən burada olan necə varsa elə, dünya necə yaradılıbsa elə, o idealla müqayisədə həmişə daha sönükdür, həmişə daha tətminsizdir. Çünki biz hələ real özümüzdə necə varıqsa elə, köklənməyə, öyrənməyə başlamamışıq da çoxumuz. Ona görə biz ehtiyac duyuruq hansısa standart. Məsəl üçün insan, əgər mən özümü tanımıramsa və anlamıramsa, mən özümə kimi məyar seçim, kimə standart seçim? Aygün deyəsən düzgün deyir. O belə ağlı başında insana oxşuyur, bilikli insana oxşuyur. Aygün necə deyirsə, mən də qızıl standart özümə Aygünü biləcəm. Başqaların nə deyirsə, valideynindən tutmuş başqa spikerlərin, başqa bloqların nə deyirsə, mən Aygünün dediyi ilə, o standartla müqayisə eləyəcəm. Və bu, demirəm bu pis bir şeydir. Amma bu o zamana kimi davam edir, nə zamana kimi ki, insanın öz şəxsi fikri formalaşmır. Bir növ mən axırda burada yazdım ki, əgər insanın daxilində özü yoxdursa, mən özüm kimi yoxamsa, formalaşmamışamsa hələ individuallığım, mən daxilimdə o sütunu, yaslanacağım, güvənəcəyim sütunu hiss etmirəmsə, mən daima orada-burada axtaracam cavabları, başqasında axtaracam cavabları. Əgər mən yoxamsa, mənim daxili sütunum da yoxdur. Birinci o məni formalaşdırmaq lazımdır. Bir insan kimi özünü tanıyaraq, həm canavarına, həm insani tərəfinə. Yəni əgər mən varamsa, mən bir insan kimi, siz demişkən, əgər ortadan dini, bütün başqa bizi məhdudlaşdıran qanunları, ki yaxşı ki o qanunlar var, çünki sizin də dediyiniz kimi, mənim də təsdiq etdiyim kimi, biz daha çox canavarıq, biz limitsiz olmaq istəyirik. Hirsləndim, beynim qızdı, səndən xoşum gəlmədi, mən səni yanlış, mən səni cahil, mən səni nə bilim, səhv bir insan kimi düşünürəmsə və mən
olur axı belə radikal dini insanlar. Mən qərar verdimsə ki, sən ölümə layiqsən, mən gəlib səni orada ölü öldürmək istəyərəm. Ətrafımdakı da məni dəstəkləyənlər alqışlasın mənə, mən də özümü belə puf-puf hiss edim. Yəni insan o dərəcədə cahil ola bilir. Ya da hırsləndisən, məsələn, hansısa mən oğlanı sevirəm, o da məni sevmir, başqa qızı seçir. Deməli mən o qızdan nifrət edirəm, öz qəzəbimi tuta bilmirəm, özümü anlamıram, içimdə nə baş verir, istəyirəm o qız ölsün. Çünki o qız ölsə, bəlkə bu oğlan məni seçər, ya da əgər məni seçmədisə, o qız da olmasın, onu öldürməyim gəlir, gedib öldürərəm. Yəni bütün bunlar hamısı var. Amma deyir, burada qəşəng şey var da, yəni bizim əxlaq və etik dəyərlərimizin əhəmiyyəti nədir? Məncə insan olmaq. İnsan olmaq sanki sizin məktubunuzda da bu hiss olunur ki, bu anlayış sizdə hələ yaranmayıb. Ki mən yaşayıram, insan olmağı öyrənmək. Ona görə mən bəlli bir müddət sonra anladım ki, mənim üçün həyatın mənası da, anlamı da özünlə tanışlıqdır. Çünki o özünlə tanışlıq baş verməyənə qədər çox haqlısınız. Empatiya olmur. Dəyərlər yaranmır. Mən bütün bunlar olmadan, bütün məni məhdudlaşdıran elementlər olmadan mən kiməm? Kimsə məni görməyəndə mən necə hərəkət edirəm? Yəni əgər məni sadəcə bu şeylər məhdudlaşdırırsa, onda mən bir növ canavarımı sıxıb boğmaqdan, yəni yaxşı hərəkət edirəm, yaxşılıqlar edirəm ona görə ki, yox ki, bunu hiss edirəm. Bunu seçirəm, mən şəxsən özüm seçirəm, amma çünki cənnətə düşəcəm. Çünki Allaha xoş gedər. Çünki cəhənnəmə düşmərəm. Əgər bunların hamısını mən yığışdırsam, mən bir insan kimi kiməm? Nə etmək istəyirəm? İçimdən nə gəlir? Nə dərəcədə heyvani tərəfimi tanıyıb, onun öhdəsindən gələ bilirəm? Fərqli seçimlər edə bilirəm. Başqa baxın. Deyir sizə dövlət onsuz da bizi məhdudlaşdırır. Bayaq dediyim kimi yaxşı ki məhdudlaşdırır. Deyir ki, bəs içimdən gəlmirsə, yaxşı bu yaxşılıq etməyə gəlir, bə gəlmirsə. Düşünürəm ki, axı dinlər yalandırsa, həyatın mənası itir. Bu dünya ilə hər şey bitirsə, niyə? Baxın, məsələn, dinlər yalandırsa, onda deməli, əgər mənim həyatım sadəcə mənə öyrədilmiş bir şeyin ətrafında qurulursa, onun əhəmiyyəti mənim üçün çox yüksək olur. Mən xatırlayıram, təxminən bəlkə bir 10 ildən çox olar məncə, dindən uzaqlaşmağa başlayanda və o zamandan bəri məncə daha çox özümü anlamaq yoluna çıxdım. Mən demirəm din pisdir, mən demirəm din səhvdir. O barədə heç nə demirəm. Mənim üçün bir dəfə yazmışdım bunu Instagramda ki, mən özüm üçün Allah və din anlayışını sıfırladım. Tamamilə sıfırladım. Sıfır nə deməkdir bu? Yəni özüm üçün dedim ki, mənim bu barədə heç nə bilmirəm, anlamıram. Çünki anladım ki, o vaxta kimi bildiyəm. Yəni baxmayaraq ki, ondan qabaq bir 5 ya 7 il, bəlkə daha çox namazda qılırdım. Mən anladım ki, onlar hamısı çox uşaqcasına bir yol anlayışlar idi. Və dinə gəlməyim də qorxudan idi. Yəni sizin də yazdığınız kimi namazları da edirdim artıq qorxudan. İlk əvvəllər nəsə hələ o sanki ilahi, o ideal nəyəsə qoşulmuş kimi hiss edirdim. O zövq verirdi. Amma bunları anlayandan sonra mən sıfırladım. Başa düşdüm ki, bunlar hamısı mənim beynimdə. Demirəm, mən başqa heç kimdən danışmıram, bu da gözümdən danışıram. Yalandır. Və indi isə o vaxtdan bəri çox yavaş-yavaş, yəni üstündən ən az bir 10 il keçibsə, görürəm ki, necə xırda addımlarla və bir gün indi yaşamaq qismətdirsə, bilirəm ki, özüm üçün yeni bir ilahi anlayış formalaşdıracağam. O deyirsiniz, niyə insanın içində həmişə sanki ilahi bir dərinlərdə ilahi axtarış var?
Baxır siz ilahi axtarış altında deyəndə nəyi nəzərdə tutursunuz? Hər kəs fərqli şeyi nəzərdə tutur. Məncə burada əsas məqam odur ki, biz baxın, əgər başlayırıqsa canavardan və yavaş-yavaş gedirik, əgər özümüzlə həqiqətən dərindən işləyirik, özümüzü tanımaq vasitəsilə, onda biz bəlli bir məqamdan sonra hardakı canavarımıza hakimik, daxili proseslərimizi xeyli tanıyırıq, tanımağa da davam edirik. Qorxmuruq. Aha, mikrofonum yanır. Qorxmuruq daxili proseslərimizdən. Çünki insan 99% insan necə özünə yaxınlaşmağa da hələ başlamayıb. Çünki özünə görəndə, daxilindəki o canavari prosesləri görəndə qaçır gedir. Çünki inanmaq istəmir ki, bu odur. Özünü hansısa bir idealla tanımlayır. Amma yavaş-yavaş illər alır insanda. Bu prosesin öhdəsindən biraz addım-addım gedirsən, artıq bir növ mən hələ orada deyiləm, amma çox istəyərəm. O məqama gəlim, harda ki mən də o ilahi axtarışa çıxa bilərəm. Yəni Rumi kimi, kim kimi bilmirəm heç. Yəni o tərəfdən müqayisə də etmirəm, amma istəyərəm. Amma bir dənə şeyi çox net. Yəni güvənin mənə. Bu barədə arada Instagramda paylaşırdım və mənə çox geri dönüşlər gəlirdi. Hətta 2-3 dənə cənab da yazmışdı. Hansı ki bax mən bu ilahi axtarış burdadırsa, üzr istəyirəm, canavardan bura qədər keçən yolu təsvir etdim mən, hardakı insan özünü tanımalı, mütləq tanımalıdır. Bu yolu keçmədən direkt özünü hansı ilahi şeylə tanımlayıb bura keçəndə insan az qala ağlını belə itirə bilər. Çox təhlükəli bir yerlərə gələ bilər. Çünki özünü tanımadan bununla tanımlamaq, bunu anlamağa çalışmaq mümkün deyil. Yalan olacaq, uydurmalarla beynini dolduracaq. Bunun üçün də milyon dənə YouTube kanalları var, telegramlar, informasiyalar hansı ki sizə yedirdir nə qədər sizə informasiyanı və mən əgər daxili prosesləri tanımıramsa, özümü tanımıramsa, kritik düşüncəm yoxdursa, analizim və sintezim yoxdursa, mənə burada bu etapları keçmədən burada mənə yedirdilən informasiyaya inanacağam. Çünki siz deyirsiniz, hər kəsin içində o ilahi axtarış var. Amma fərqində deyilik ki, bizim üçün o ilahi axtarış o idealın axtarmasıdır. Və məni kimsə burada göstərirsə, bax budur. Mənim o ideal ilahi axtarışım bir maqnit kimi sürükləyir məni bura. Düşünün bu informasiyanın tələsinə. Elə bilirəm ki, wow, çatmışam harasa. Kimsən hiss etmədiyi nəyisə hiss edirəm. Olur bəzən mən elə insanlarla danışıram və mən görürəm ki, o insanlarla danışmaq mümkün deyil. Çünki artıq həqiqətən məntiq və reallıq o insanlarda itir. Ona görə bura heç çalışmayın. Mən də deyirəm, bura bəlkə də var, yəqin ki var. Mən orada deyiləm, bu barədə heç nə deyə bilmərəm. Amma bunu çox net bilirəm. Çünki qabaq mən də çalışmışam. Direkt bura keçmək. Yaxşı ki də keçməmişəm. Çünki çıxırdı qabağıma elə insanlar belə həvəslənirdim. İndi başa düşürəm ki, nə yaxşı ki absurd yola çıxmadım. Amma burada gedərkən mən başa düşürəm ki, mən özümü tanıyanda və daxilən o sütunun mən dediyim möhkəm sütun yarandıqca mən başa düşürəm ki, əgər zamanı gəlsə, əgər qismət olsa, yəni daha da uzun yaşamaq, daha da çox anlamaq, bəlkə onda mən bura yaxınlaşa bilərəm və həqiqətən anlaya bilərəm içimizdəki o daha yüksək səviyyədə o ilahi axtarışa, o insanın ruhən gələ biləcəyi o pilləni. Bəlkə orada deyiləm. Mən hələ ki daxili dünyamla əlləşirəm, özümü tanımaqla və sizin hər birinizi bunu etməyə dəvət edirəm. Həm video vasitəsindən və əlbəttə ki seanslardan. Çünki çox az insan buna seanssız edə bilir. Dediyim kimi, əks halda özümüzə yaxınlaşmaq çox çətin bir şeydir. Yəni mən 3 ildir bu yoldayam terapiyada və mən görürəm ki, yəni də ilk terapiyamdakı Aygün ilə indiki Aygün arasında nə qədər
fərq var və siz əminəm ki, hiss edirsiniz mənim köhnə videolarımdan, mənim transformasiyamdan, indi necə danışdığımdan, nələr danışdığımdan, dərindən bunun hamısını siz görürsünüz. Mümkün deyil ki, görməyəsiniz. Özəlliklə uzun illərdə mənimlə olanlar. Yəni bu mənim üçün bunların heç biri terapiyasız mümkün ola bilməzdi. Mən özümlə danışıram. Başqa nə deyim? Niyə günah işləmirəm? Çünki cəhənnəmdən qorxuram. Bizim əxlaqlı edərmi? Məncə yox. Məncə də yox. Cəhənnəmdən qorxmaq bizi əxlaqlı etmir. Referans alaq. Necə referans alaq? Məncə referansımız dediyim kimi insan olmaqdır. İnsan olmağa çalışmaqdır. Və əgər siz bu yola çıxsanız, özünüzü tanımaq və daxili dünyanın içində nələr baş verdiyini anlamaq yoluna çıxsanız, siz burada mənə verdiyiniz bütün sualların cavabını özünüz yazacaqsınız və özünüz anlayacaqsınız. Artıq mənə ehtiyac qalmayacaq. Necə ki, mən də daha öncələr bu sualları birisinə verərdim. Amma indi sizin məktubu oxuyanda biraz gülümsədim, çünki sevindim. Anladım ki, artıq mənim özümün anlayışı var bu mövzu barədə. Baxmayaraq ki, çox da geniş deyil. Hələ yolum çox uzundur. İnanılmaz uzundur yolum. Amma 3 il öncə belə mən bu sualların cavabını indi dediyim kimi ötdürməyə çalışdığım kimi rahat formada ötürə bilməzdim. Çünki bilməzdim. Çünki özümlə tanışlığım yox idi. Yaxşı tanışlığım yox idi. Amma indi olduğuna görə içimdəki o mən var deyə, o prosesləri görürəm deyə, mən artıq bu suallara da öz şəxsi fikrimi formalaşdıra bilərəm. Son nəzər yetirim məktuba və bitirəyim. Mən heç cür ikna oluna bilmirəm ki, mən nəyə inanıram. Fikir verin, bizə nəyəsə inanmağa ehtiyacımız var. Və məncə yaxşı ki, bu var. Mən həqiqətən düşünürəm ki, bilmirəm din barədə heç nə. Mənim dində olsam da dini araşdırmamışam, anlamağa çalışmamışam. Deyirəm də çox səthi olmuşam. Amma mən inanıram ki, yaxşı ki, din var və qanunlar var. Çünki əks halda çox insan özünü tanımır deyə itmiş hiss edir. Amma heç olmasa inandığı bir şey var deyə həyatında mənası olur. Bir şeyin arxasıca gedir, nəyinsə arxasıca gedir və o bunun həyatını məna ilə doldurur. Çünki onların hamısını götürəndən sonra insan qalır tək, öz-özlüyü ilə və özünü tanımır, bilmir və nə edəcəyini də anlamır. Ona görə mənim üçün, dediyim kimi, son dəfə təkrarlayıram, direkt yol özünü tanımaqdan keçir. Sadəcə oradan. Və sadəcə bu proses ərzində biz sonra həm dini, həm yüksək, daha ilahi, spiritual və ruhsal şeyləri anlaya bilərik. Belə, bu qədər. Mən sizinlə gələn həftə görüşə bilərəm. Əgər əlavə suallarınız qaldısa bu mövzu barədə şərhlərdə danışaq. Sağ olun.